Salam əziz izləyicilər. Bugün sizə növbəti MIQ, Olimpiada, sertifikasiya və blok tipli bir sualın izahını verməyə çalışacağım. Keçidək sualımıza. Verilmiş çaylara və cədvələ arasında uyğunluğu müəyyən edin. Deməli, bizə 6 çay verilib. Bu 6 çaydan 3'ü üçün ümumi olmayan xüsusiyyətləri seçməliyik. Başlayaq birinci sıramıza. Birinci sıramızda Amazon, Mekong və Temza çayı üçün ümumi olmayan xüsusiyyətlər sırasında il boyu əsasən bol su olurlar fikri verilib. Deməli, Amazon çayına uyğundur, yəni ümumi olan xüsusiyyətdir. Temza çayı üçün də ümumi olan xüsusiyyətdir, amma Mekong çayı muson yağışları qidalandığı üçün il boyu bol su deyil də yay aylarında bol su olur. Deməli, hər üç çay üçün ümumi olmayan xüsusiyyət kimi biz bu sıranı götürə bilərik. Deməli, birinci sıramız bizim doğru cavabımızdır. Keçdik ikinci sıraya. 2, 4, 5, yəni Xuanxe, Mississippi və Qanq çayları. Bunlar üçün ümumi olmayan xüsusiyyət kimi Lavrasiyaya aid materiklərdə yerləşirlər. Deməli, Xuanxe çayı Avrasiyada, Mississippi çayı Şimali Amerikada, Qanq çayı isə Avrasiyada yerləşən çaydır. Bu, hər üçü üçün oxşar, yəni ümumi olan xüsusiyyət oldu deyə. Deməli, bu sıramız bizim uyğun sıra sayılmayacaq. Keçdik üçüncü sıramıza. Üçüncü sıramızda Amazon, Xuanxe və Temza çayları üçün ümumi olmayan xüsusiyyətləri şərq istiqamətində axırlar. Bu, hər üç çay şərq istiqamətində axır. Bu, ümumi olan xüsusiyyətdir. Deməli, bizə nə lazım idi? Ümumi olmayan xüsusiyyət. Bu səbəbdən bu sıranı da götürməyəcəyik. Keçdik dördüncü sıramıza. Xuanxe, Mekong və Qanq çayları üçün ümumi olmayan xüsusiyyətlərdə muson yağışları qidalandığı üçün qış aylarında suvarmada istifadə olunurlar fikir verilib. Bu, hər üç çay üçün oxşar xüsusiyyətdir. Belə ki, muson yağışları qidalanan çaylardan əsasən qış aylarında suvarmada istifadə olunur. Keçdik növbəti sıramıza. 5-ci sıramızda 3, 4, 5, yəni Mekong, Mississippi və Qanq çayları üçün su toplayıcı hövzələri iki işıqlanma qoşağında yerləşir fikri verilib. Deməli, bu çaylara fikir verdikdə 3. Mekong çayı iki işıqlanma qoşağında yerləşir, həm mülayim, həm tropik. 4. Mississippi çayı isə yalnız mülayimdə yerləşir, yəni tropik xətti ilə kəsilmir deyə o bir işıqlanma qoşağındadır. Qanq çayı da su toplayıcı hövzəsi iki işıqlanma qoşağında yerləşir. Deməli, bu hər üç çay üçün ortaq, yəni ümumi olmayan xüsusiyyət oldu deyə biz 5-ci sırada uyğun sıra kimi götürəcəyik. Deməli, 1 və 5. Keçdik 6-cı sıramıza. 2, 4, 6 Xuanxe, Mississippi və Temza çayları üçün ümumi olmayan xüsusiyyət kimi mənsəbləri inkişaf etmiş ölkə ərazisində yerləşir fikri verilib. Diqqət etdikdə Xuanxe çayının mənsəbi Çində, deməli 4-cü Mississippi çayının mənsəbi ABŞ-də, 6-cı çayımızın mənsəbi, yəni Temza çayının mənsəbi isə Böyük Britaniya yerləşir. Bunlardan Çin inkişaf etməkdə olan ölkədir. Mississippi, yəni ABŞ inkişaf etmiş, Temzanın da yerləşdiyi ölkədə, mənsəbinin yerləşdiyi ölkədə Böyük Britaniyada inkişaf etmiş ölkədir. Deməli, bu da üçü üçün ortaq, yəni ümumi olmayan xüsusiyyət olduğu üçün, deməli, bu sıramızda uyğun sıra kimi götürəcəyik. Doğru cavabımız olacaq 1, 5, 6, yəni D variantı.